Hər kəs salamlayıram. Videonun bu bölümündən artıq mən danışacağım. Artıq uzun müddətdir ki video çəkmirdim. İndi isə nəhayət çəkib paylaşıram. Sizinlə ümid edirəm bəyənərsiniz. Burada incinin bütün çəkməcələrini açıb sizə göstərirəm. Çox sərgəli bir şəkildə təmizlədim, yığışdırdım gördüyünüz kimi. Qeyd edim ki, bu çəkməcədə hələ istifadə olunmayan məhsullar var. İnşallah növbəti aylarda istifadə edəcəyik. Burada da incinin kirlənmiş paltarlarını göndərirəm yumağa. Və təbii ki, səhər-səhər bizim ilk işimiz olan İnci xanımın təmiz suyunu hazırlamaq, yəni sərin suyunu və daha sonra burada porsiyalara yeməyini ayırmaq. Hələ ki 120 ml ilə davam edirik. Qeyd edim ki, bu qətiyyən reklam xarakterli bir video deyil. Sadəcə olaraq biz artıq 4 aydır ki, bu yemdən istifadə edirik. Əslində bu yemə keçməyimizin səbəbi övladımızın inək südünə olan allergiyası idi. Yəni onda qəbizlik yaradırdı, köp problemlər yaradırdı. Bu səbəbdən biz keçi südünə keçid etdik. Və təbii ki, keçi südü inək südünə nəzərən hər kəs bunu yaxşı bilir ki, qat-qat baha olur. Ancaq nə yaxşı ki, bu endirimə düşmüşdü və endirimdə harda endirimdə tapsaq belə tapan kimi, yəni çoxlu stoklayırdıq evdə ki, hər ehtimalla nə qədər çox olsa bir o qədər yaxşıdır. Və qeyd edim ki, bu yemin tərkibində çoxlu vitamin və minerallar var və bu sayədə övladınızın həm boyu, həm çəkisi, həm də əqli inkişaf edəcək. Hər zaman qaydasında olacaq. Nəhayət incini yatızdırdıqdan sonra onun yenicə yuyulmuş geyimlərini asdım. Bir müddət keçdikdən sonra yenidən oyanır və təbii ki, ac olduğu üçün yeməyini veririk. Nəhayət mən də özümə səhər yeməyi hazırlamağa başlayıram. Səhər yeməyimdə ilk hazırladığım şey mütləq bu içki olur. Bunun adı çay lattedir. Bunu mən yeni kəşf etmişəm. Biraz süd və dəmlənmiş çay əlavə edirsiniz. Daha sonra sevdiyiniz, burada gördüyünüz bütün ədviyyatları əlavə edib rahatlıqla hazırlaya bilərsiniz. Ancaq əsasən burada görmüş olduğunuz ədviyyatlardan hazırlanır. Və burada belə bir çay dəstgahı görürsünüzsə, demək ki, gəmiçi atamız gəlib daha doğrusu. Uzun zamandır ki, sifariş etdiyim məhsulları gedib götürə bilmirdim. Nəhayət bugün gedib götürdüm. Övladımın diş partisi üçün məhsullar almışam, ona oyuncaq almışam və özümə də bir neçə kiçik aksesuar almışam. İnşallah artıq yaxın günlərdə hazırlaşma videosunu da çəkəcəm. Yəni necə hazırlaşdığımızı diş partisinə hər şeyi bir-bir çəkib hazırlayıb paylaşacağım sizlər üçün. Və burada da İnci xanım yeni aldığımız oyuncağı ilə tanış olur. Təbii ki, ilk başda belə etməsi normaldır, çünki hələ 5 aylıqdır. Yəni təzəlikcə 6 ayına keçib. Əsasən diş çıxarma dövründə olduğu üçün nə gördüsə ağzına götürür. Burada da olduğu kimi. Üstəlik belə artıq bərk olan oyuncaqlara fikir verirəm ki, daha çox meyllənib. Çünki damağı da bir xeyli bərkiyib. Burada da gəzintiyə çıxdığımız üçün hazırlıq görürük. Onun isti suyu, yemi, daha sonra butulkası, sərin suyu, qaşığı, əmziyi və 3 ədəd də balaca piçenya götürdüm. Orada əzib vermək üçün.
Günay. Buna qaşıq gətir, bu yesin. Yaxşı, gətirir. Ama imkan ver uşaq bir şey yesin. O nə demək? Çox gətir. Biraz önce baxdığınız o video mənim o qədər xoşuma gəldi ki, yəni istədim sizlə də burada paylaşım və gələcəkdə övladlarımız da baxsın. Fatih mənim xalamın nəvəsidir. Yəni, birlikdə böyüyəcəklər, birlikdə yeyib içəcəklər, birlikdə oynayacaqlar. Ümumiyyətcə, yəni çox xoş təsir elədi bu video mənə. Ona görə mütləq şəkildə paylaşmaq istədim sizinlə. İnşallah gələcəkdə birlikdə baxıb yenidən güləcəyik bu videolara, şənlənəcəyik. Və gəzintidən gəldikdən sonra yenə gecə üçün hazırlıqlara başladım burada. Həm sərin su, həm də isti su tədarükü gördüm. Birazdan yenidən yeməkləri porsiyaya ayıracağam. Daha sonra gecə üçün çayını qoyacağam patnusa və yuxarı aparacağam. Sizinlə sağollaşmamışdan öncə İncinin bu alma püresini yediyini sizə göstərmək istəyirəm. Baxın necə üzün turşuda yeyir, amma əslində çox bəyənir. Bəyənmədiyi bir şey şükürlər olsun bu vaxta kimi hələ ki yoxdur. Əsas da sıyıqlardan daha çox veririk, peçenya veririk. Bəzi meyvələri dadızdırıq və görürəm ki, əsasən turş yeməkləri sevir. Kanalıma dəstək olmaq üçün videonu like edib məni izləməyi unutmayın.